Salam əziz abituriyentlər. Bu gün sizə birinci qrup blok imtahanında riyaziyyat fənni üzrə istifadə olunmuş situasiya məsələlərindən 29-cu suala baxaq. Sualın şərtində belə deyir ki, düzbucaqlı paralellepiped, piramida və kubun oturacaqları konqurent kvadratlardan ibarətdir. Düzbucaqlı paralellepipedin həcmi piramida və kubun həcmləri cəminə bərabərdir. Düzbucaqlı paralellepiped və piramidanın hündürlükləri 6 sm olarsa, onların oturacağının tərəfini tapın. Burada əvvəlki şərtə görə deyir ki, onların oturacaqları konqurent kvadratlardan ibarətdir. Yəni, fərz edək ki, kvadratın bir tərəfi A-ya bərabərdir və bu həm paralellepipedin oturacağıdır, həm piramidanın oturacağıdır, həm də kubun oturacağıdır. Bu bizə aydındır və deyir ki, düzbucaqlı paralellepipedin həcmi bərabərdir V piramida üstəgəl V kub. Yəni, paralellepipedin həcmi piramida və kubun həcminə bərabərdir. Biz bilirik ki, paralellepipedin həcmi S oturacaq vurulsun hündürlükdür. Yəni, A kvadratı vurulsun 6-dır. Bərabərdir. Piramidanın həcmi dedikdə, biz bilirik ki, piramidanın həcmi 3/1 S oturacaq vurulsun hündürlük. Yəni, 3/1 oturacaq kvadratdır. Kvadratın sahəsi A kvadratı vurulsun hündürlük 6 üstəgəl kubun da həcmi A kubuna bərabərdir. Bu ifadədən ixtisarlar aparsaq, 6A kvadratı bərabərdir 2A kvadratına üstəgəl A kubu. Bu ifadənin də A kvadratlarının tərəf-tərəfə çıxsaq, A kubu minus 4A kvadratı bərabərdir 0. Buradan da A kvadratını mötərizənin xaricinə çıxarsaq, A minus 4 bərabərdir 0 ifadəsini alarıq. Buradan da görünür ki, A1, A2 təmlinin kökləri 0-dır və A minus 4 bərabərdir 0-a, A da bərabərdir 4-ə. Beləliklə, sualımızın doğru cavabı 4-dür.